Salam əziz izləyicilər. Bu günlər biz sizlərlə trigonometrik funksiyaları keçirəcəyik. Sıfırdan bu mövzunu axıra kimi izah edəcəm. Çalışın diqqətlə qulaq asın dərsə və hansı hissəni başa düşməsəz, bir də təkrara mütləq baxın. İlk öncə trigonometrik funksiyalarla tanış olaq. Əziz şagirdlər, trigonometriya başlamamışdan əvvəl bucaq anlayışını anlayaq. Trigonometriyada bucaqlar iki cür verilə bilər. Bir dərəcə ilə, bir də radianla. Dərəcə ilə zaten bilirsiniz, bucaqları əsas radianı öyrənək. Deməli, 1 radian belə yazılır və təxminən 57 dərəcəyə bərabərdir. Radiandan bucağa keçmək üçün bu düsturdan istifadə olunur. Deməli, radian bərabərdir. Alfa vur pi bölə 180. Burada pi radianı ifadə edir. Alfa da verilən bucağı. Məsələn, mənə deyir ki, tutaq ki, 40 dərəcəni radianla ifadə et. Bu zaman nə edəcəyik? 40-ı vuracağıq pi bölək 180-ə. 180 ilə 40-ı ixtisar aparacağıq 20-yə. Burada olacaq 2, burada 9. Deməli, 40 dərəcə 2 pi böl 9 deməkdir. Və trigonometriyada pi 180 dərəcəni ifadə edir. Həqiqətən də burada pi-ni yerinə 180 qoysaq, 2-ni 180-ə vurub 9-a bölsək, 40 dərəcə eləyəcək. Yəni, pi veriləndə pi-ni yerinə 180 qoyuruq. Dərəcə veriləndə radian ifadə edəndə bu düsturdan istifadə edirik. Bizə çox lazım olacaq. Yadda saxlayın, trigonometriya vahid çevrə üzərində öyrənilir. Vahid çevrə nədir? Radiusu 1-ə bərabər olan çevrəyə deyirlər. Yəni, bura düz mərkəzdir. Baxın, buradan bura qədər də məsafə, bura qədər də, bura qədər də, bura qədər də. 1 santimetrdə deyək ki, bir vahiddir daha doğrusu. Yəni, bura biz 1 deməliyik artıq, çünki radius 1-dir. Burada 1 deyirik. Bura mənfi 1 deyirik. Niyə? Çünki sol tərəf x-in apsiyoxunun sol tərəfi mənfi olaraq, ordinatın da aşağısı mənfi olur. Burada mənfi bir koordinatı deyirik. Amma uzunluq olaraq hamısı 1-dir. Və trigonometriyada, necə ki, funksiyada bu ox y-dir, bu ox x deyildir, absislə ordinat. Trigonometriyada isə x oxuna kosinus oxu deyəcəyik, kosinus oxu. Y oxuna sinus oxu deyəcəyik. Niyə bu belədir? Birazdan deyəcəm. Və biz bundan sonra y oxunu sinus, x oxunu kosinus qəbul edəcəyik. Və dərəcə olaraq da, bax, hər şey buradan başlayacaq. Və hər şey sıfırdan başlayır. Bura 0 dərəcədir. Bu hissə 90 dərəcədir. Bu hissə 180 dərəcədir. Və bu hissə 270 dərəcədir. Hər rübümüz 90 dərəcədir. Bildiyimiz kimi bura birinci rübdür. Bura ikinci rübdür. Bura üçüncü rübdür və bura dördüncü rübdür. Trigonometriya bax buradan başlayır və saat oxunun əksi istiqamətində hərəkət edir. Bax belə hərəkət edir, gəlir, çıxır bax bura. Saatın əksi istiqamətində hərəkət edir. Və saatın əksi istiqamətində hərəkətə biz müsbət bucaq kimi baxacağıq. Siz də bunu qeyd edərsiniz. Amma saat istiqamətində hərəkətə mənfi bucaq kimi baxacağıq. Yəni, normalda mənfi bucaq yoxdur da həndəsdə, amma trigonometriyada mənfi bucaq deyilən bir şey də var. Yəni, saatın əksi istiqamətində hərəkət eləsək müsbət bucaq, saat istiqamətində, yəni bu cür hərəkət eləsək isə mənfi bucaq anlayışını qəbul edəcəyik. Və biz bəzən dərəcə ilə yox, radianla da yaza biləcəyik bunları. Necə yəni? Məsələn, bu 0 dərəcəni, bir də bu 0 dərəcə həm də 360 dərəcədir. Niyə görə? Çünki bu tam dövr edib gəlir, çıxır təzədən bura və biz də bilirik ki, çevrə 360 dərəcədir. Yəni, 0 dərəcə əslində 360 dərəcədir trigonometriyada. Radian olaraq isə bura yenə 0-dır. Bura pi bölü 2-dir, çünki pi 180 dərəcədir. Bura pi-dir. Bura isə 3 pi bölü 2-dir. Burada 2 pi-dir. Həm 0-da, həm 2 pi-dir. Radian olaraq da belə bilməlisiniz. Bir də biz yadınızdasa düzbucaqlı, üçbucaqda sinus, kosinus anlayışını demişdik dərsdə. Deməli, ən hansısa bir iti bucaq götürək, katetlərə A, B deyək, hipotenuza C. Yadda saxlayın, düzbucaqlı, üçbucaqda iti bucağın sinusu, sinus sin yazılır, kosinus COS yazılır. İti bucağın sinusu, qarşı katetin, yəni bucağın qarşıdakı katetin hipotenuz olan nisbətidir. Hipotenuza C daxil.
Sözlə də desək, qarşı katet, q qarşıdır. Böl hipotenus. İti bucağın kosinusu isə bucağa bitişik katetin, yəni B-nin hipotenusa, yəni C-yə olan nisbətidir. Yəni B böl C və yaxud da bitişik katet böl hipotenus. İti bucağın tangensi qarşı katetin, yəni alfanın qarşısı addır. Qarşı katetin bitişik katet olan nisbətidir. Qarşı katet böl bitişik katet. Siz sözlə yadarsınız, mən qısa yazıram. Və nəhayət, iti bucağın kotangensi bitişik katetin qarşı katet olan nisbətinə bərabərdir. Burada bitişik katet, burada qarşı katet buradır. Aha, indi gəldik bu, niyə görə bu oxa kosinus deyirlər. Baxın, əziz şagirdlər, biz buradan bir radius çəksək, axı radius 1-dir hər yerdə. Bura 1 yazsaq, buradan bir 40-40 nöqtə gətirdim, 90 dərəcə düzbucaqlı üçbucaq yaratdım. Baxın, buradan bura məsafəni bilmirəm. Amma bu x oxudur, ona görə x məsafəsi deyək bura. Düzdürmü? Buranı da bilmirəm, burada y deyirəm. Niyə? Çünki bunu belə gətirsək, qarşı tərəf y, daxil y oxudur. Qarşı tərəflər də bərabər olduğuna görə, yəni mən bura x, bura y deyə bilərəm də. Dedim. Və burada bir alfa deyirəm. Biz indi öyrəndik ki, düzbucaqlı üçbucaqda iti bucağın sinusu nəyə bərabərdir? Qarşı katetin hipotenusa nisbətinə. Onda bu üçbucaqda qarşı katet y-dir, hipotenus 1-dir. Onda sinus alfa bərabərdir y böl 1, yəni y. Deməli, y oxu sinus oxuna bərabər oldu. Eyni məntiqlə kosinusu tapsaq, kosinus da bitişik katetin, yəni x-in hipotenusa 1-də axı 1-ə nisbət, o da x edir. Deməli, kosinus da x oxu oldu. Belə. Bunlar vacib qaydalardır. Sonra biz cədvəli mütləq bilməliyik. Ən azından ən bəsit şeyləri bilməliyik. Ondan əvvəl istəyirəm rübləri başlayalım sizə. 4 dənə rübümüz var da bildiyiniz kimi. Bu rüblərdə trigonometrik funksiyaların işarələrini təyin edəcəyik. Sinusun, kosinusun, tangensin və kotangensin yazılışlarda baxın belədir. Yadda saxlayaq. Birinci rübdə bütün trigonometrik funksiyalar müsbətdir. Birinci rübdə hamısı müsbətdir. İkinci rübdə yalnız sinus müsbətdir. Digərləri mənfidir. Üçüncü rübdə tangeslə kotanges müsbətdir. Digərləri mənfidir. Və nəhayət dördüncü rübdə yalnız və yalnız kosinus müsbətdir. Digərləri mənfidir. Onda belə çıxır ki, sinus 1 və 2-də müsbətdir. Kosinus 1 və 4-də müsbətdir. Necə istəyirsiniz əzbərləyə bilərsiniz. Tangeslə kotanges isə ikisi də 1 və 3-də müsbətdir. 1 və 3-də müsbətdir. Belə. Deməli, 1 və 2-də sinus, 1 və 4-də kosinus, 1 və 3-də isə tanges və kotanges müsbətdir. Və bu arada tanges kotangesin tərsidir. Məsələn, tangensin qiyməti 4-dürsə, kotangesin həmin bucaqda arqumentdə qiyməti 4-də 1 olacaq. Tanges və kotanges bir-birinin tərsidir. İndi növbəti mövzularda ətraflı baş salacağım bunları. İndi gəldik cədvələ. Ən azından elementar bucaqları bilməliyik. 0 dərəcədir, 30 dərəcədir, 45 dərəcədir, 60-dır, 90-dır, 180, 270 və 360. Bunları bilsək, digərlərini zaten çevirmə düsturundan çıxarmağı öyrədəcəm. Bunlar ən vaciblərdir. Yəni, bu dördlülük daha da vacibdir. Yəni, olmazsa olmazdır. Baxın, deyək ki, bu sinusdur, bu kosinusdur, bu tangesdir, bu da kotangesdir. Mən biraz səliqəsiz çəkdim, siz səliqəli çəkərsiniz. Deməli, 0 dərəcədə sinus 0-dır. Mən bunu belə öyrədirəm uşaqlara. Bütün hamısına kəsir xətti çəkirəm. Hamısına.
Bu 180, 270, 360'ı deyəcəm necə eləmək lazımdır. Bu hələ ki 90-a qədərlər. Baxın, belə çəkdik. Və başlayıram. Aşağılarının hamısına 2 yazıram. Buraya yazıram kök adda 0, bura kök adda 1 sırayla. Bura kök 2, bura kök 3, bura kök 4. Burada da tərsinə kök 4, kök 3, kök 2, kök 1 və kök 0. Kök 0-dan 0 çıxır deyəndə 0 da 2 bölündə 0 edir. Deməli sinus 0-da alır 0. Kök 1-dən 1 çıxır, ona görə olur kök 2-də 1. Kök 2-dən heç nə çıxmır, olduğu kimi qalır. Kök 3-dən heç nə çıxmır. Kök 4-dən də 2 çıxır, 2-ni 2-yə bölürəm 1. Deməli burada da alır 1. Bu da tərsinə olacaq da. Elə bir ki, bunu tərsinə üzəcəm. 1, kök 3 bölü 2, kök 2 bölü 2, 2-də 1 və 0. Bu belə. Gəldik 180, 270 və 360-a. Biz bayaq dedik ki, trigonometriyada bura 90 dərəcədir. Bura 270, bura 180 dərəcə və bura həm 0 dərəcədə, həm 360. Və dedik ki, vahid çevrə üzərində öyrənilir. Bura 1-dir, bura mənfi 1-dir, bura 1-dir, bura mənfi 1-dir. Və x oxu kosinusudur, y oxu sinus. Baxın, 180 dərəcə bizdə yerləşir x oxunun üzərində. X oxunda da kosinus yerləşir. Deməli, 180 dərəcə bura uyğundur da, sol tərəfdə daxil mənfi 1. Və kosinusun üstündə də ona görə kosinus 180-də mənfi 1 almalıdır. Yazdıq mənfi 1. Sonra gəldik 270 dərəcəyə. 270 dərəcə isə y oxudur, yəni sinus oxudur və sinusun mənfisindədir, mənfi 1-də. Deməli, sinus 270-də mənfi 1 alır. 360 isə x oxudur, yəni kosinus oxudur və kosinus 360-da baxın 1 alır. Görürsünüzmü? Onda bura 1 yazdıq. Qalan hissələrdə 0 yazırıq. Çünki digər, məsəl üçün 180-də sinus yoxdur. Çünki sinus bu oxudur. Bu da belə. Bu bizim cədvəlimiz. Yəni kim istəyir belə əzbərləsin, kim istəyir adi. Kimə necə rahatsa bu bucaqları əzbər bilməlidir. Tangens, kotangens əzbərləməyə ehtiyac yoxdur. Yadda saxlayın. Tangens alfa sinusun kosinusa nisbətidir. Yəni tutaq ki, mən tangens 30 istəyirəmsə, sinusun 30 dərəcədə aldığı qiyməti kosinus 30 dərəcədəki qiymətə bölürəm. Adi kəsirə bölürəm. Onda mən tangens 0-ı tapmaq istəyirəmsə, sinus 0-ı, yəni 0-ı 1-ə bölürəm. O da edir 0. Eyni məntiqlə 2-də 1-i kök 3 bölü 2-yə bölürəm. O da olacaq 1 bölü kök 3 və ya məxrəci rəsabdan azad etsəm kök 3-ə vursam hər tərəfi kök 3 bölü 3. Fərqi yoxdur, ikisi də eyni şeydir. Burada 45-də kök 2 bölü 2-ni kök 2 bölü 2-yə bölsəm 1. Burada kök 3. Burada baxın 1-i 0-a bölmək olmur da, düzdürmü? 0-a bölmək yoxdur riyaziyyat. Ona görə çıx qoyuram, yəni təyin olunmayıb. Burada 0 edir, burada yenə təyin olunmayıb, burada da 0 edir. Kotangens isə uşaqlar kosinusun sinusa nisbətidir. Biz axı dedik tangens kotangensin tərsidir. Burada da 1-i 0-a bölsək təyin olunmayacaq, çünki 0-a bölmə yoxdur. Burada kök 3 eləyəcək. Burada 1, burada 1 bölü kök 3 və ya kök 3 bölü 3. Burada 0, burada təyin olunmayıb, burada 0, burada təyin olunmayıb. Baxın, ən elementar, bəsit bucaqlar bunlardır ki, bunları hamı bilməlidir. Heç olmasa düşəcək ən sadə sualı yazmaq üçün. Məsələn, bazar günü, yəni bugün OTP-yə düşən sual elə bucaqlarla bağlı idi. Yəni bilmək lazımdır bucaqları. Cədvəl də öyrəndiyimizə görə sən belə bir sual yazıram. Sinus kvadrat pi bölək 4 üstə gəl 2 kosinus pi. Deyir ki, bunu hesabla sadələşdir. Pi bölü 4 uşaqlar 45 dərəcədir və sinusda, çünki pi 180 daxil, sinusda 45-də kök 2 bölü 2 alır. Amma burada kvadrat var, yəni olur kök 2 bölü 2-nin kvadratı. Üstə gəl, pi də 180-da, kosinus da 180-da mənfi 1 alır cədvəldə, mənfi 1-i də 2-yə vururam, qabaqda 2 var axı. Bunun kvartı üstədində olur 2 bölü 4, bu da mənfi 2 eləyir axı. İxtisar aparıram, 2-də 1 çıx 2, bu da edir mənfi 1 tam 2-də 1 və ya mənfi 1 tam 10-da 5. Belə, məsələn, topludan suallara baxaq. Baxın, 40 dərəcəni radianla ifadə elə. Bayaqki düsturla nə edəcəksiniz? 40-ı vuracaqsınız pi bölü 180-ə. Bu da radianı bucağa çevir, pi-ni yenə 180 qoyacaqsınız. Bu indi mən baş saldığımda cədvəldir. Bunlar hamısı cədvəllərdir. Bu da düz bucaqlı, üst bucaqda sinus, kosinus, tangens, kotangensdir. Qarşı katet falan bunlardır. Aha, nəyi demədim sizə? Bayaq biz radian öyrəndik də, düzdürmü? Dedik ki, 1 radian
təxminən 57 dərəcəyə bərabərdir. 1 radian 57 dərəcədir. Və biz, məsələn, bizə desək ki, kosinus 3. Uşaqlar, bu 3 dərəcə deyil. Özü dərəcə işarəsi yoxdur. Mən özüm yazdım. Bu 3 radiandır. Mən bunu dərəcəsini təqribi tapmaq üçün götürəcəm 3-ü vuracam 57-yə. Çünki 1 radian təxminən 57 dərəcədir. O da edir təqribən kosinus 171 dərəcə. 171 dərəcə ikinci rübün bucağıdır. Hardan bilirəm? Çünki 90 ilə 180 arasında bir yerdədir. İkinci rübə düşür. İkinci rübədə kosinus mənfidir. Bu olur mənfi qiymət. Amma bilmirəm neçədir. Deməli, kosinus 3 radian mənfidir. Bu nə işimə yarayır? Məsələn, mənə deyəcək ki, tutaq ki, aşağıdakılardan hansı mənfidir, hansı müsbətdir, bu tip sualları yazmaq üçün. Məsələn, burada belə bir sual gözümə sataşdı. Bir dəqiqə. Məsələn, 17-ci sual. Baxın, kosinus 1. Kosinus 1 radiandır da 57 dərəcə təqribən birinci rübə düşür. Kosinus oradan müsbət olur. Kosinus 4 vur 57 gəlir 228 üçüncü rübə düşür. Orada mənfidir. Hansı bir müsbətdir. Bir də bu böyük bucaqlar var. 900, nə bilim 700 falan. Biz bilirik ki, çeviri 360 dərəcə olur. Əgər dərəcə 360-ı keçibsə, məsələn, kosinus 900 dərəcəni tapmaq istəyir və yaxud da sinus 730 dərəcəni tapmaq istəyir. Bu zaman bu dərəcəni 360-a bölüb qalığı tapın. Çünki 360-dan 1 təkrarlanır da bucaqlar. 900 bölsən 360-a mənə qalığı deyirsən. Qalıq olur, deməli 180. Səhv eləmirəmsə 180 edir. Deməli, bu kosinus 9 ilə kosinus 180-dir. Kosinus da 180-dan mənfi 1 alır. 730 dərəcəni tapmaq istəsə, 730-u bölürsən 360-a, qalıq olur 10 dərəcə. Qalıq 10 dərəcədir. Deməli, bu elə sinus 10 dərəcədir. Bunun dəqiq qiyməti məlum deyil, amma birinci rübdə deyənə müsbətdir. Və s. Belə. Yəni, birinci bölmədəki sualların əksəriyyəti bu tiplidir. Axırda biraz məntiqi suallar var, maraqlı suallar. Onlara da baxacağım. Məsələn, tutaq ki, belə bir sual verilib. Tutaq ki, baxın. Gəlin bu sualı həll eləyək. 29-cu sual. Belə bir sual verilib. 2 sinus x üstə kosinus x bölü kosinus x çıx sinus x bölü 10 olarsa tangens x-i tap. Bunun müxtəlif yolları var. Gəlin ilk birinci yolu izah edeyim. 2 sinus x üstə kosinus x çıx sinus x bərabərdir 10. Çarpaz vuraq. 2 sinus x üstə kosinus x bərabər olur 10 dənə kosinus x çıx 10 dənə sinus x. Kosinusları bir tərəfə yığıram, sinusları bir tərəfə. Olur, deməli. 12 sinus x bərabərdir 9 kosinus x. Düzdürmü? Buradan da sinusa 9k, kosinusa 12k deyə bilərəm. Dedik. Bu belə. Tangens bayaq dedik, tangens sinusun kosinusa nisbətidir. Aparıb yerinə qoysam 9k böl 12k. K'ları ixtisar aparım, bunları da 3'ə bölürəm, cavab 4'də 3, yəni Y variantı. Bu birinci sul. İkinci sul nədir? İkinci sulda, uşaqlar, dedik axı tangens sinusun kosinusa nisbətidir. Məxrəcdə kosinus görürsünüz də, onda mən bu misalın hər tərəfini bölürəm. Hər tərəf deyən, yəni bu hissəsini ona dəymirəm. Bu hissəsini bölürəm kosinus x-a. Niyə kosinusa bölürəm? Çünki tangensdə məxrəcdə kosinus var. Yəni 2 sinus x-i da kosinusa bölürəm. Kosinusu da kosinusa bölürəm. Bu kosinusu da kosinusa bölürəm. Hamısını bölürəm də. Bunu da bölürəm. Bərabərdir 10. Və bu sinus böl kosinus tangensidir. Yəni olur 2 dənə tangens x. Bu ixtisar gedir 1. Bu yenə ixtisar gedir 1. Bu da tangensidir. Bərabərdir 10. Bunu çarpaz vursam olacaq 2 tangens x üstə 1 bərabərdir 10 çıx. Deməli 10 dənə tangens x. Tangens atıram tangensin yanında, bunu da bu tərəfə olur 12 dənə
tan yes x bərabər 9, tan yes x bərabərdir 9 bölü 12. O da ixtisar gedir, yenə 4-də 3 alınır. Bu da maraqlı sual idi. Sonra burada məsələn başqa nə maraqlı sual var? Tutaq ki 31-ci sualı sizə izah etmək istəyirəm. Baxaq 31-ə. Burada işarələr əsas bizə lazımdır. Sinus 130 ikinci rübə düşür, sinus ikinci rübə müsbətdir. Kosinus ikinci rübə düşür, mənfidir. Tangens birinci rübə düşür, 25 dərəcə, bir də müsbətdir. Aha, biz kök altını yadınızdasa cüt dərəcəni modulda çıxardıq. Yəni modulda B çıxar. Üstə gəl, modulda A üstə C, çıx, modulda B çıx C. İndi baxın, B mənfidir bizdə, A müsbət. Onda bunun cavabı mənfidir. Mənfilər də əksinə çıxır daxı moduldan. A çıx B olur. A da müsbətdir, C də. Bu onda olduğu kimi çıxır. Zaten toplamadır. Burada da B və C-dən söhbət gedir. C müsbətdir, B mənfi. Ona görə bu mənfi olacaq. Amma bu mənfi ilə toqquşacaq deyənə yenə olduğu kimi çıxacaq. Mənfi B, müsbət B gedir. Müsbət C, mənfi C gedir. Cavab olur 2A, yəni B variantı. Belə bir sual. Sən belə bir 22-ci sual var. Bunu da yazın. 22-ci sual deyir ki, bərabər yanlı üç bucağın oturacağına bitişik bucaq betadır. Deyək ki, burada betadır, burada betadır. Onda üç bucağın daxili bucaqların cəmi bizdə nədir? 180 dərəcə deyil. Bu bucaq sizdə burada olacaq 180 çıx 2 dənə beta. Çünki 180 daxil cəmi. Və deyir ki, kosinus beta kök 3 bölü 2-dir. Biz də bilirik ki, bərabər yanlı üç bucaqda ümumiyyətlə üç bucaq demək, trigonometriyada kök 3 bölü 2 cədvələ görə deməli 30 dərəcənin qiymətidir. Deməli burada 30 dərəcədir, burada 30 dərəcədir. Onda üç bucağın daxili bucaqların cəmi 180 olduğuna görə 30 30 60 edir. 180-dən də 60 çıxanda 120 dərəcə, yəni C variantı olur. Başqa nə deyim sizə? Sonra burada da 18-də də sinus alfa kök 3 bölü 2-dir. Kök 3 bölü 2-ni sinus alır 60 dərəcədə. Çünki birinci rübün bucağı 0 pi bölü 2 birinci rüb deməkdir bu arada. Birinci rübdə 60 dərəcədə alır. Aparıb 60-ı qoyursan bu kosinus pi bölü 6 üstə alfanın yerinə qoyursan. Pi bölü 6 da 30-da axı. 30 üstə 60 90, kosinus da 90-da alır 0, yəni D variantı. Qoy onları da yazdırım sizə. Deməli, yadda saxlayın. Riyazi olaraq 0 ilə pi bölü 2 aralığı birinci rübdür. Radian kimi verilsin. Pi bölü 2 ilə pi ikinci rübdür. Pi ilə 3 pi bölü 2 üçüncü rübdür. Və nəhayət 3 pi bölü 2 ilə 2 pi də dördüncü rübdür. Bu nə işimizə yarayacaq? Belə bir suallar olacaq. Bizdə məsələn deyəcək ki, bu da çox düşür imtahanı. Deyəcək ki, alfa pi bölü 2 ilə pi arasındadır. Yəni bu o deməkdir ki, ikinci rübdür. Bunu biz bilməliyik. Deyəcək ki, tutaq ki, kosinus alfa bərabərdir mənfi 5-də 3. Tutaq ki, deyəcək ki, sinus alfanı tap. Bu ən gözəl yolu düzbucaqlı üçbucaq metodudur. Bura alfa desək. Kosinus qarışıq, bitişik katet bölü hipotenuzudur. Yəni buna bitişik buradır. Ona görə bura mən 3 deyirəm. Bura 5 deyirəm ki, 3-ü 5-ə böləndə 5-də 3 olsun. Bəs mənfi nədir müəllim? Mənfi bunun rübünə görədir. İkinci rübdə kosinus mənfi deyənə mənfi yazmalıdır da. Uzunluq mənfi olası deyil ki. Pifagorla buranı 4 tapa bilərəm də Pifagor teoremi ilə. Sinusda qarşı katet bölü hipotenuz deyil. Cavab olacaq 4 bölü 5. Sonra baxırıq rübə ki, rüb ikinci rübdür deyənə. 2-də də sinus müsbətdir deyənə. Cavab 5-də 4 olur. Yəni 0,8. Əgər bu ikinci yox, məsələn 3-cü rübə düşsəydi, o da mənfi olacaqdı. Cavab mənfi 5-də 4 olacaqdı. Çalışdığım qədər demək olar ki, hər şey toxundum bu birinci bölmədə. Hələ ki, bu birinci bölmə idi. İndi inşallah növbəti videoda çox sıxmaq istəmirəm. İkinci videoda inşallah verəcəm sizə əsas trigonometrik eynilikləri. Hələlik.